suala keçək. Bu proqram kimlər üçündür? Özümü itmiş, yüklənmiş və ya emosiyalarımı uzaq hiss edirəmsə, mənim üçün də uyğundur. Bax, hisslər məktəbi haqqında danışdığım zaman bir şey dedim. Bir ailəyə doğula bilərdin və o ailədə sənə bütün bunlar artıq öyrədilmiş ola bilərdi. Bəlkə də öyrədilib, bəlkə də hisslər məktəbi sənə lazım deyil. Amma doğulduğun ailədə, doğulduğun ildən asılı olaraq və yaxud da valideynlərinin özünün, belə deyək, həyat şərtlərindən asılı olaraq sənə hisslər dünyası haqqında bir çox şeyi verə bilməyiblərsə, yeni deyirəm, ola bilər ki, veriblər, belə olan halda hisslər məktəbi əlbəttə ki, sənə lazım deyil. Amma verməyiblərsə hisslər məktəbi sənin üçündür. Bax, həyat ədalətli bir yer deyil. Bizim bəzilərimiz çox fərqli həyatlara doğuluruq, bəzilərimiz tamam fərqli həyatlarda var oluruq və həyatımız davam edərkən də bu çox dəyişə bilir və bu hər nə qədər çətin olsa da çox normaldır əslində. Həmişə dediyim bir söz var, uşaq olmaq çarəsiz olmaq deməkdir. Yəni sən bir çox şeyi idarə edə bilmirsən, sağlam şəkildə çarəsizsən əslində. Başqalarına möhtacsan, başqalarından asılısan, uşaqsan çünki. Bu çox normaldır. Və uşaq vaxtında bir şeylər sənə verilməyibsə, belə deyək, şanssız olmusansa, həyatın ədalətsizliyi ilə bu və ya digər şəkildə üzləşmisənsə, yetişkinlikdə artıq buna uyğun bir kontrol qazana bilirsən, özünə bir şeylər eləyə bilirsən. Və hisslər məktəbi kimlər üçündür soruşduğun zaman, sən əgər uşaq vaxtında hisslərin məktəbindən keçməmisənsə, necə deyərlər, bu deməkdir ki, sinir sistemini necə sakitləşdirəcəyini bilmirsən, duyğuların nə mənaya gəldiyini bilmirsən, bəzi duyğulara tolerans göstərməyin çox çətindir, özünü bəlli vəziyyətlərdə idarə edə bilmirsən, xroniki stresin var və yaxud da çox güclü tətiklənmələr yaşayırsan, bu nə deməkdir? Özünə yer tapa bilmirsən, bir şey olur və bu şey hər nədirsə sənə çox təsir edir. Yəni, çox təsirlənən birisənsə, bu deməkdir ki, sən uşaq vaxtında, necə deyərlər, hisslərin məktəbindən keçməmisən. Və əgər keçməmisənsə, hisslər məktəbi məhz uşaq vaxtında hisslərin məktəbin öyrənə bilməyən, belə bir şansı olmayan insanlar üçündür. Yəni, uzun sözün qısası, böyüdüyündə, yetişkin olduğunda özün özünə valideynlik eləyə biləndə, necə deyərlər, özünə kömək eləyə biləcəyin bir vasitədir əslində. Yəni, uşaq vaxtı bizə olunan valideynlik bizə kifayət deyildirsə, biz istər-istəməz yetişkinlikdə özümüzə valideyn oluruq, bu normaldır. Çünki psixologiyada belə bir şey var, bir yerdə ilişmisənsə, orada ilişirsən və sonra, yəni yaşın, bioloji yaşın necə olursa fərqi yoxdur, oradan, psixoloji yaşın oradan hesablanır əslində. Məhz bu səbəbdəndir. Məsələn, tutaq ki, ikili münasibətlərdə 28 yaşındakı insanın verəcəyi reaksiya əvəzinə 5 yaşındakı uşağın verdiyi reaksiyanı verirsən. Bu səbəbdəndir və hisslər məktəbi də səni böyütmək üçündür və əgər sən öz vəziyyətini daha yaxşı bilirsən, düzdür, və sən görürsənsə ki, sənin böyüməyə ehtiyacın var, hisslər məktəbi sənin üçündür deyə bilərəm. Bundan da əlavə bir haşiyyə çıxmaq istəyirəm. Psixoloqlar, koçlar, şəxsi inkişaf sahəsində çalışanlar, hisslər məktəbi həmçinin həmkarlarım üçündür, necə deyərlər. Çünki hisslər məktəbi adı üstündə hisslərin məktəbidir və hisslər məktəbin əgər şəxsi inkişaf sahəsində çalışan mütəxəssissizsə, birbaşa işiniz üçün istifadə edə bilərsiniz.